Müasir sağlamlıq üsullarından danışarkən getdikcə daha çox azon terapiyası haqqında eşidirik. Bu güclü detoks təsirini immunitetin möhkəmlənməsini və orqanizmin bütün sistemlərinin işinin yaxşılaşmasını özündə birləşdirən bir metoddur. Azon oksigenin aktiv formasıdır və unikal xüsusiyyətlərə malikdir. O, mikrosirkulyasiyanı yaxşılaşdırır, toxumaları oksigenlə zənginləşdirir, maddələr mübadiləsini aktivləşdirir və orqanizmin öz müdafiə mexanizmlərini stimullaşdırır. Prosedur kursundan sonra ümumi vəziyyət yaxşılaşır. Enerji artır, xroniki yorğunluq və gücsüzlük hissi aradan qalxır. Azon terapiyası orqanizmin iltihab prosesləri ilə mübarizə aparmasına kömək edir, toxumaların sağalmasını sürətləndirir və infeksiyalara qarşı davamlılığı yüksəldir. Bu üsul kosmetologiyada da fəal şəkildə tətbiq olunur. Qan dövranının və maddələr mübadiləsinin yaxşılaşması sayəsində dəri daha gərgin, təravətli və sağlam görünür. Bu, orqanizmi kosmetoloji prosedurlara hazırlamaq və ya onların nəticəsini möhkəmləndirmək üçün əla seçimdir. Xüsusilə onun oynaqlar üçün faydasını qeyd etmək lazımdır. Azon terapiyası iltihabı azaldır, ağrını aradan qaldırır və hərəkətliliyi yaxşılaşdırır. O, qığırdaq və birləşdirici toxumanın bərpasını sürətləndirir, oynaqların mikrosirkulyasiyasını yaxşılaşdırır və hətta xroniki ortopedik problemlərdən belə ağrı sindromunu azaltmağa köməklik edir. Azon terapiyası müxtəlif üsullarla aparıla bilər. Damar daxili, rektal, lokal və ya azon kokteylləri şəklində. Bu metod orqanizmin vəziyyətinə və məqsədlərə uyğun olaraq fərqli seçilir. Bu, yalnız görünüşü yaxşılaşdırmaq deyil, həm də özünü daha gənc, enerjili və hərəkətlərdə sərbəst hiss etmək üçün güclü bir profilaktika, sağlamlaşdırma və cavanlaşdırma vasitəsidir.